Cəlilabad rayonunun Günəşli kənd sakini Aytəkin Məmmədovanın evində uzun müddətdir ki, təbii qaz yoxdur. Qaynar xəttimizə müraciət edən qadın deyir ki, evində sayğacı olsa da, lakin qaz xəttinə qoşula bilmir. Kənd sakini iddia edir ki, mənzilinə qaz çəkilməsi üçün müəyyən məbləğdə vəsait ödəyib. Hamısının da pulun yavaş-yavaş aldı. Məndən harca 1500-ə qədər mənim maddi buradan pulum çıxıb. Kənd sakini Aytəkin Məmmədova deyir ki, illər əvvəl 2020-ci ildə ərazidə qaz çəkilişini həyata keçirən bodratçı şirkətin Pərviz adlı əməkdaşına evinə qaz çəkilməsi üçün pul verib. Həmin şəxs vətəndaşı əmin edib ki, yalnız evin sənədlərini təqdim etməsi kifayətdir. Qısa müddətdə mənzilə qaz çəkiləcək. Heç bir idarə qapısı açmayacaqsınız. Hamısı mənli idi. Sadəcə olaraq bir dənə bələdiyyə sənəti verin, şəxsiyyət vəsiqəsi verin. Bütün işlər mənli idi. Küçə xəttin qazmalıyam, qazdım. Sonra nə boru almalıyam, hamısını aldım. Layihə xətti çəkilməlidir. Sonra da adıma kod açıldı, nə oldu? İndi qonşunun duşuna qədər 80 metr məsafəni çəkmişik. Məsələnin digər tərəfi isə iki qonşu arasında yaranan narazılıqdır. Vaxtilə mehriban olan qonşular indi qaz xəttinin çəkilməsi məsələsinə görə bir araya gələ bilmirlər. Sonra gəldilər, dedilər ki, qonşu icazə vermir, siz qonşunu da razı salmalısınız. Biz də dedik ki, qonşu nə qədər? Qonşu da deyir ki, 800 manat məbləğində bizə pul verməlisiniz. Aytəkin Məmmədova deyir ki, əgər evinə qaz çəkilməyəcəkdirsə, niyə onun adına kod açılıb və layihə hazırlanıb? Kənd sakinin sözlərinə görə məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, bugünədək heç bir müsbət cavabı ala bilməyib. Azərqaz İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya şöbəsinin əməkdaşı Novruz Məmmədzadə deyir ki, baş verənlərdən onlar da xəbərdardırlar. Qeyd olunan ərazidə küçə qaz xəttinin çəkilişi digər qonşu tərəfindən öz daxili vəsaiti hesabına həyata keçirilib. Cəlilabad rayonunun Günəşli kənd sakini Aytəkin Məmmədovaya məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının mövcud qaz xəttinə qoşulmasına qonşusu tərəfindən icazə verilmədiyi müəyyən edilib. Bu səbəbdən tərəflər arasında dəfələrlə mübahisə və insidentlər də baş verib. Məsələ barədə müvafiq icra hakimiyyəti və hüquq mühafizə orqanlarına məlumatlandırılıb. Qeyd edək ki, artıq 5 ildən artıqdır ki, kənd sakininin evinə sayğac quraşdırılsa da, hələ də mavi yanacaqla təmin olunmayıb. Yaqub Mehdioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Spice TV, Cəlilabad.